Vaxtınız xeyirli olsun əziz qonaqlar və Qaranur kənd futbol sevərləri. Sizlər Qaranur Bələdiyyə Stadionunda salamlayırıq. Bugün 18 aprel 2026-cı il Şəhid Mahir Baratoğlu Hüseynovun adına stadionda Qaranur və Smada kənd komandaları arasında yoldaşlıq görüşü stadionumuzun bugün açılış mərasimidir. Bu açılış Bəxtiyar və Elçin Abuşov qardaşlarının il dönümünə həsr edilib. Düşəndə palçıq olar, qan düşəndə vətən olar. Vətən uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərimizi bir dəqiqəlik sükutla yad edək. Rəhmət eləsin. Əziz qonaqlar, hər zaman bizləri ziyalı və ağsaqqalların xeyir dualarına ehtiyacımız var. Bu günlərin burada Bələdiyyəsinin sədr müavini İlqar Əmənov yoldaşa. Hər iki komandanı, gələn qonaqları, bütün tamaşaçıları Qaranur Bələdiyyəsinin sədri Azər müəllim adından, Qaranur Bələdiyyəsi adından salamlayıram. Bildiyimiz kimi bugünkü tədbir, yoldaşlıq oyunu Bəxtiyar Elçin Abuşov qardaşların xatirəsinə həsr olunur. Abuşov qardaşları vaxtı ilə bu idman növünün inkişaf eləməsində böyük zəhmətləri olur. Allah'tan onların ruhlarının şad olması, yerlərin cənnət məkan olmasını diləyirəm. Mən inanıram ki, bu günləri göylərdən onların ruhları bizə baxır və şad olur ki, vaxtı ilə onların zəhmət çəkdikləri və bu idmanın inkişaf etdirilməsində çəkdiyi zəhmət bitmir, bugünkü yeniyetmə nəsil o idman növünü yaşadır və inkişaf edir. Bir şad xəbəri sizə çatdırmaq istəyirəm ki, Azər müəllim böyük təşəbbüsü nəticəsində bu idman ərazisi İdman və Gənclər Nazirinin balansına salınıb və bu yaxınlarda burada müasir standartlara cavab verən idman kompleksi tikiləcək. Bələdiyyə sədrinin tapşırığına əsasən oyunda fərqlənən komanda üzvlərinə fəxri fərmanlar veriləcək. Birinci yerin mükafatı 100 manat olacaq, o bələdiyyə sədri Qaranur Bələdiyyəsi tərəfindən verilir. İkinci yerin mükafatın kənd ağsaqqalı işlədiyi dövrlərdə həmişə idmançıların yanında olan, idmanın inkişafında böyük zəhməti olan, bugünkü gündə də bir kənd ağsaqqalı kimi həmin ənənəni davam etdirən, həmişə idmana dəstək olan Famil Əzimov mükafatlandıracaq. Mən öz adımdan, Qaranur Bələdiyyəsi adından, kənd sakinləri adından, idmançılar adından Famil Əzimova təşəkkür edirəm ki, həmişə idmançıların yanında olur və onların inkişafında xidmətlər olur. Sizdən bir dənə xahişim odur ki, oyun oynayan zaman bütün oyuncular bir-birinə hörmətlə yanaşsın, heç kim bir-birinə zədə verməsin. Bildiyimiz kimi idman mədəniyyət sülh deməkdir. Hamıza uğurlar arzulayıram, qələbə arzulayıram. Qələbə çalan komanda, hər iki komanda qalib sayılacaq. Təşəkkürlər, uğurlar. Və sözü verirəm, kəndimizin ağsaqqalı, bu idman növündə həmişə seçilən, zəhməti olan, həmişə dayaq duran idmançılara Famil Əzimov. Mən də öz növbəmdə hər iki komandaya uğurlar arzulayıram. Güclü qalib gəlsin.
gözəl oyun nümayiş etdirin. Bir dənə problem yaranmadan oyunu keçirməyi sizə tövsiyə edirəm. Mən də öz adımdan həm bələdiyyə, həm icra nümayəndəsi tərəfindən yaradılmış bu stadiona Hüseynov Mahir Baratov'un adı verilməsi bizim üçün ən önəmli günlərdən biridir. Və bugün bəlli bir məsələdir ki, Abışov Bəxtiyar və Abışov Elçin qardaşlarının xatirəsinə keçirilmiş futbol turnirini biz də öz növbəmizdə açıq elan edirik və bütün oyunculara uğurlar arzulayırıq. Sağ olun, var olun. Sahip Hüseynova. Əvvəla bu işdə bütün əməyi keçən yoldaşlara öz təşəkkürümü bildirirəm. Ondan sonra Oyunculara uğurlar arzulayıram. Gözəl oyuncu. Çox sağ olun. Sağ ol. Vay gücüyle böyle kapı soğutana oldu. Çok güzel oyun göstərdiniz. Səhvən yazdım. Çox əla oldu. Yəni bütün tamaşaçılar Yaşar deyəndə istirahət elədi. Və bu günləri bu oyunda fərqlənən idmançıları fəxri fərmanla tərtib ediləcək. Xahiş edirəm kimin adını çəkəcəm, qeyrəli gəlsin, fəxri fərmanını alsın. Ələddinov Yaşar. Nəcibov Cəfər. Təbrik ederim. Qacayev Həsən. Bizimkilerin burada dur, sen götürersin. Təbrik ederim. Bədirov Şəhriyar. Təbrik ederim. Bir də komandaların özlərinə fəxri fərman verəcək. Xahiş edirəm məşqçilər yaxınlaşsın. Tumadakənd kəndi məşqçiliyi buyur, təbrik edirəm. Çox da. Qaranuru, veteranları. Buyur. Təbrik ederim. Bundan əlavə Qaranur Bələdiyyəsi və kənd ağsaqqalı Famil Əzmovun köməkliyi ilə qalib komandaya 100 manat, ikinci yer tutanı 50 manat. Qalib komandanı təbrik edirik. Buyur. Təbrik ederim. İkinci yer tutan komanda Təbrik ederim. hamını təbrik edirəm. Çox sağ olun. Gözəl oyun. Hamınızı öpürəm qardaşlar. Çox sağ olun ki, gəlib burada əziyyət çəkdirsiniz. Bu oyunu oynadınız. Boşda dönərəm sizi. Çox sağ olun. Hamınıza təşəkkür edirəm.